baş sponsor Unibank. Xüsusi sponsorlar Soundtrite, Azərbaycanın kolası Buz Kola, Sleepy, Unimetal, Bay Hollywood. Şounun qaydaları. Fanatlar, qeyri-fanatlar və eləcə də adi insanlar tanınmış qonağımıza öz suallarını vermək üçün məkanımıza toplaşıblar. Əgər qonaq cavablarında səmimi olmasa, hər kəsin masasının hesabını ödəməli olacaq. Yox, əgər bütün suallarına səmimi cavab verərsə, onda bütün yeyib-içmək aparıcıların hesabına olacaq. Nuş olsun. Qaqa bəy! Zarafat bəzən həqiqəti deməyin ən təhlükəsiz yoludur. Amma həqiqət gələndə bəzən zarafatı bir qırağa qoymaq lazımdır. Biz bu iki sərhədin ortasında dayanmışıq və əvvəlcədən gülümsəməliyik. Sonra formatımızın tələb etdiyi səmimiyyəti verməliyik. Gördüyünüz kimi ziyafətimiz hazırdır. Həftənin bugün bazar günüdür. Saatlar isə 20:00-dır. Bu o deməkdir ki, əziz və dəyərli qonaqlar, tamaşaçılar, xanımlar və cənablar, Unibankın baş sponsorluğu ilə Zarafat bir yana başladı! Əziz dostlarımız, hər birinizi xoş gördük, xoş gəlmişsiniz hər biriniz və bizim bugünkü qonaq o qədər fərqli insandır ki, və onun təqdimatı da fərqli olacaq. Saçlarını yan darayan qız, Kiprikləri ox, qaşı kaman olan, baxanları kəməndə salan gözləri olan, bir qalmaqaldan çıxmamış obursuna girən. səhnəmizin pozitiv xanımı olan Şəbnəm Tovuzlu gəlir. Bəli! Ay Şəbnəm xanım, xoş gəlmisiniz, səfa gətirmisiniz. Necəsiniz? Gördüyünüz kimi çox gözəl. Sizi də gördüm, çox yaxşı oldum. Şəbnəm xanım ilk dəfədir bizim verilişdə. Bəli. İlk dəfə də. Şəbnəm xanım, bizim veriliş haqqında eşitmişsiniz, görmüşsünüz. Amma istəyərdim ki, sizi tanış edeyim bugünkü qayda qanunla, bizim şərtlərlə. Sizə suallar verəcək. Sizin verdiyiniz cavabdan asılı olaraq qərarlar çıxacaq orada. Nə qərarlardır, izah edeyim sizə. Gənclərin qərarına, suallarına həmişə hazırıq. Həmin o gənclər sizə suallar verəcək. Əgər siz suallara səmimi cavab versəz, onda sizə göy işarələr qaldırırlar. Əgər siz qeyri-səmimi cavab versəz, onda qırmızı işarələr və qırmızı işarələr çox olsa, onda hesabı siz ödəyirsiniz. Bütün masaların hesablarını. Əgər göy olsa, biz ödəyəcəyik sonda. Bax, ən çox nə qədər hesab ödəmişsiniz indiyənə kimi? Mən bir rəfiqəmə doğum günü etmişəm. Ən çox ödədiyim hesab orada 3800 manat olub. 3800 manat. Şəbnəm Nə qədər xanımın qonaq var idi orada? Bir 18 xanım idi. 18 xanım 3800 manatlıq nə yeyib içib orada? Əməli başda oranın dekorunu da mən hazırladım. Bu dekor daxildir. Hə, bəli. Onda hesab... Stol hesabı da hamısını mən etdim. Qaydaq verilişimizin şərtlərinə və sonda əgər hansısa sual sizin xoşunuza gəlməsə, siz həmin o masanın cavabı vermədən, həmin o masanın hesabını bağlaya bilərsiniz. Yəni suala cavab vermirsiniz, imtina edirəm bu sualdan cavab vermirəm, amma masanın hesabını bağlayıram tək o masanın. Bəli, mən istəyirəm bizim qara qutudan danışım. Mən elə bildim, qara qutu bir dənə təyyarədə olur. Bəli, bir təyyarədə olur, qara qutu Bir də Nicatda. Bir də məndə, yəni bizdə, Zarafat Viyanada. Keçən dəfəki qonağımız Balali oldu. Röya xanım Balaliyə bir hədiyyə göndərdi qara qutudan. Çox maraqlı bir hədiyyə idi, xanım. Bəli, bəli. Gəlsin bizim qara qutumuz. Siz bu mənim köməkçim olun, xahiş edirəm. Adətən bu qara qutuda bizim qonaqlarımıza aid olan bir
məlumat ola bilər, karyerasında olan bir Şəkil ola bilər. şəkil ola bilər, hər şey ola bilər. Hər şey ola bilər. Bu qara qutuda elə bir şey ola bilər ki, bizim qonaqlarımız da olub ki, hətta verilişi durub tərk etmək istəyir. Nə qədər pul veriblər ki, açmayaq. Bəli, rüşvət Nə təklif qorxuda ediblər. bilməzsiniz, qorxacağım heç nə yoxdur. Nə qədər pul təklif eləyə bilərsiniz ki, mən bu qara qutunu Mən açmayım? neçədən başlayaq? Manatla başlayın əsas. Onu siz bilərsiniz. 50 manatdan başlayaq. 50 manatdan. Yox, 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 yox. 50 manata bax. 50 manatlı Bahalıdır. qutu deyil. Bahalıdır. 2 dənə də 0, 3 dənə də 0. Mən deyərdim 5 dənə 0 var orada, amma Doğrudan. Getdik 500 manatdan. Hələ ki 500 manatdan. Xoş gəlmisiniz Şəbnəm xanım. Ay, sağ olun. Nə balaca Hamınız da balaca xoş qızlar var. gəlmisiniz. Sağ olun. Sizi sevənlərdir hamısı. Canım. buyurun. Şəbnəm xanım, Can. kişi xəyanətini bağışlayaram deyə bir fikir bildirmisiniz. Sevilən bir sənətçi kimi bu cür açıqlamalar edəndə düşünmürsüz ki, xəyanətin adiləşməsini təbliğ edirsiniz? Onu bilmirəm harda demişdim. Çoxdanın müsahibəsidir məncə, hə? Bir 4-5 il Hardasa var. 3 il bundan qabaq. 3-4 il olar. Orada mən yəni bilirsiniz nə baxımdan dedim onu. Yəni kişinin yəni əvvəla yaxşı kişi, sevən kişi xəyanət etməz. Belə bir şey var. Qadından istifadə edən insan, hər cəhətdə istifadə eləyən bir kişi hər an qadına xəyanət edə biləcək bir tipdir. Amma kişi var ki, sevir, qadını çox sevir. Çox hörmət eləyir, dəyər verir. Bəzən bir səhvlik və şeytan əməlidir. Orada mən ona görə dedim ki, qadın çox sevirsə, kişinin xəyanətini çox sevir, yazıq neynəsin, əlacısız bağışlayır. Yəni, mən də bağışlayardım. Mən çox bəs sevdiyim bugün- insan mənə xəyanət eləyibsə, əvvəla Allah bəlasını versin, eləyibsə. Amma inanıram ki, heç vaxt eləməyib. Elə bir insan deyil. Buna içimlə, ürəyimlə əminəm. Ona görə də heç vaxt nə getmərəm, nə onu buraxmaram. Şəbnəm xanım, Mən siz inanıram. dediniz ki, eləsə də, eləməsə də, İndən belə eləsə, çox sevirəm axı. birdən görüb eləyərlər və istəyəcək ki, hə, əgər bağışlayırlarsa, mənə birdən fikir yaranar. Yox, qadınlar Yox, baxdı, dedi ki, hə, mənə bağışlayacaqlarsa mən eləyim onda. ya baxır kimə deyirsən, eləyə biləcək insan deyil. Şəbnəm xanım, Mənə elə Həqiqətən gəlir ki, çətindir. sizin verdiyiniz cavabdan xanıma örnək oldunuz ki, əgər sevirsinizsə xəyanəti bağışlaya bilərsiniz. Siz elə Yox. başa düşdünüz də? Mən də elə başa düşdüm. Elə oğlanı sev ki, O sənə xəyanət eləməz. o sənə xəyanət eləməsi, inandığın insanı O sev. indi bilmək olmur da. Bəli, bilmək olmur. O şanslı, bəxtdir. İnsan bəxtini, taleyini yaza bilmir. Nə bilim, Allah qızlarımıza həmişə elə bir insan nəsib eləsin ki, heç vaxt allanmasınlar. Qane elədinizsə cavab. 50-yə elədi. 50-yə. Nə də onu dedim də. eləmədi? Bilsiz necədir? Aha. Belə deyim də, Bazuka çıxır. əgər siz bir xanım kimi öz nəfsinizi qoruyub saxlaya bilirsinizsə və hər hansısa bir kişi bunu bacarmırsa, onu bağışlamaq nə dərəcə düzgündür? Xanım, siz hər dəfə elə sözlər deyirsiniz ki, adam çat verir, hə. Yəni altına bunun mahnı bir qoymaq tipi istəyir. evdədir məndə. Toçna aynı tip. Doğrudan. Güneldir adım. Bəli. Oy, bu günellər niyə belədir? Onun da adı Güneldir. Qızım, yenə deyirəm, düz deyirsən, istəməyən adam etməz. Qadın fədakardırsa, əgər bir bəy onu anlamırsa, onun fikri başqadırsa, məncə burada ailədən bütövlük sayılmaz. Ayrılmaq ən gözəlidir. Doğrudur, çox sağ olun. Şəbnəm xanım, sizə bizim baş sponsorumuz olan Unibankdan kart hədiyyəsi var. Doğrudan? Bəli. Nə gözəl. Unibankın sizə gözəl bir Təşəkkür hədiyyəsi var. edirəm. Şəbnəm xanım, YouTube-da kliplərinizdən gələn bütün gəlirləri köçürürsünüz Unibankın World Elite və Black Edition kartlarına və dünyanı səyahət edirsiniz. Bu kartlarda olan cashback tamam başqa bir söhbətdir. Əlavə olaraq dünyanın 135-dən çox ölkəsində ödənişsiz internet, Launch Key, Fast Track xidməti, Heydər Əliyevdən hava limanına pulsuz transfer xidməti və sığorta xidmətlərindən yararlana bilərsiniz. Üstəlik 7/24 pulsuz konsiyerj xidməti, yəni sizin köməkçiniz daima yanınızdadır. Və bütün bu imtiyazlar minimal aylıq dövriyyəsi tələb etmir. Təşəkkürlər Unibank. Mütləq. Sizləri və tamaşaçıları salamlayıram. Şəbnəm xanım, mən bir senarist olaraq Azərbaycan dilinə həssas biri kimi sizin paylaşımlarınızın altındakı mətnlərdə ciddi orfoqrafik səhvlərə rast gəlirəm. Misal üçün belə bir mətn var. Yeni ilimizin ilk cixisi gözəl keçdi.
Nə gözəl. Sevginizin çoxluğu ilə nəfəssiz qalsam da, səhnədə mənə nəfəs verən, səsimə nəfəs verən sizin sevginizdir. Yazdıqlarınız izləyiciləriniz tərəfindən belə oxunur. Bu sizi narahat eləmir. Onu yəqin mən çox vaxt eyni daha çox istifadə edirəm. Bilirəm. yoxdur sizdə? Var, hərfi onu yoxdur. girib bir də o Məsələn, içindəki olur, çıxardıb narahat bir də deyil. Yoxdur. gəlmir də. Adam ərinir, oradan götürür. Bir də ki, yeni il gecəsi, yeni il günü 5 məkandaydıq. O tələsik, məsəl üçün işçilərimiz də yanımızda olur. İndi onu bilmirəm, Aytaç paylaşıb, yoxsa Şahinə xanım paylaşıb. Yeni il gecəsi mən telefonu heç əlimə almağa vaxtım yox idi o məkandan bu məkana. Ancaq yolu gedəndə maşında nə isə baxıb storylər edə bilərdik. Amma edisə eləri mən yazmışam. Şahinə xanım yazır. Azərbaycan dilinə hörmətlə yanaşıb eləri əyə deyişək. Türkçə yazır. Türkçə bizim qardaşımız da, eviyə Türkçədə, amma ə olmalı idi düzdür. Qane elədin cavab? Razıyam da, yəni yox, bir eynən saniyə. istifadə, amma ə olmalı. Şəbnəm xanım razıdır, yəni nöqsandan razıdır. Bəli. Deməli qane elədi. Məni bir şey maraqlandı. Sizdə Instagramda nə qədər izləyici var? 3 milyon 500. Sizin 3 milyon yarım izləyiciniz Bəli, var və mən düşünürəm ki, sizi izləyənlərin arasında təbii ki, gənclər də var, bizim Orta nəsil yaşda də var, var, orta bəli. yaşda var, bəli. Onlara onlar sizə baxıb örnək götürürlər. Mən sizdən xahiş edirəm. Eləri buraxın, qoyun getsin, istirahət eləsin. Məncə də. Hə, əylər gəlsin yerinə, eylərin yerinə. Məndə də 50-dir, Əlixan. Sən də Əlixansan, Mən hə. Elixan olmaq istəməzdim. Əlixan daha yaxşıdır. Salam. Hər kəs Salam. salamlayıram Şəbnəm xanım sizi də. Mənim sualım belədir ki, mən sizin haqqınızda çox araşdırma etdiyim üçün Şəbnəm Tovuzlu bayağı müğənnidir deyənlərə o konservatoriyada muğam dərsləri alıb deyirəm. Siz konservatoriyada öyrəndiklərinizi sənətinizdə nə vaxt tətbiq etməyi düşünürsünüz? Düz demisiniz. Bax, mən konservatoriyada oxuyub diplom almamışam. Yalan deyərəm. Amma mən Tovuzda musiqi məktəbini bitirmişəm 4 il. Oradan diplomum var, yəni attestatım var. Mən belə başa düşdüm ki, siz təhsili almısınız, amma aldığınız təhsili yaradıcılıqda göstərmirsiniz. Sual ondan nə? Əslində göstərirəm. Bəli, mən biraz necə deyim, daha çox toylara üstünlük veririk, daha çox qazanca önəm veririk. Yəni bu da şərtdir. Bu gün hamımız yaşayışımız bizim xalqımızın toylarıdır. Toylar olmasa biz bu cür yaşaya bilmərik. Bu cür istədiyimiz maşını sürə bilmərik, istədiyimiz evlərdə otura bilmərik. Yəni istədiyimiz kimi yaşaya bilmərik. Mənim sənətim budursa, mən gedib satıcı da işləyə bilmərəm. Mən gedib harca 500-600 maaşa işləyəcəydim. Amma məncə pis deyil işləmək. Min şükür, bugün onu da tapmayanlar var. Amma Allahıma şükür eləyirəm ki, bu sənəti verib. Bugün toy da olmasa, mən üzərimdə çalışıb, istədiyim qəzəllər, muğamlar, bu səs diapazonu, bu imkan varsa, orada da gedə bilərəm, ötəsindən gələ bilərəm. Əsas odur, bu imkan var. Amma toylar Üzr istəyirəm. Belə çıxır ki, toylarda oxuyan, ifa olunan mahnılar sənət deyil. Əslində toy da bizim... Toyda da bir sənət göstərmək olar da, yox? Toy çox ağır bir şeydir. Valla bizim Nasbəri xanımımız, valla inanın ki, Bakı toylarından gəlib o xanım. Şəbnəm xanım, onda belə çıxır ki, siz razılaşdınız ki, aldığınız təhsili sənətinizdə tətbiq etmirsiniz. Edirəm. Efirlərdə mən gözəl canlı oxuyuram, xalq mahnıları oxuyuram, muğamlar oxuyuram. Yox, canlı yox. Yəni, misal üçün, aldığınız elmi, savadı, çünki bayaq özünüz dediniz ki, hə, mən daha çox toya meyilliyəm. Bəli, daha çox... Yəni təhsilimi göstərə bilmirəm. Təhsilim var, amma o şeydir, istifadə eləmirəm. Təhsilimi harada göstərim uşaqlar, deyin mənə. Harada göstərim? Musiqidə. Siz razısınız ki, misal üçün, biz hansısa işə bildiyimiz elmi, savadı qoyanda o daha az baxılır, amma digər, misal üçün, toy üçün eləyəndə və yaxud da sıradan mahnı eləyəndə çox auditoriyaya xitab edirik. Gəlin bunu daha səmimi olaq, daha real olaq ki, o mahnıları da dinləyirlər. Amma bugünkü, məsələn, bir valideyn evladına toy eləyir və baxır, açır YouTube-da mı baxır, Instagram səhifəmizə mi baxır. Mən bütün günü orada lirika oxuyub, bəstəkar mahnıları bunlardan daha çox olsa, bu insan baxır, deyir, gözəldir. Bəlli biri. Amma mənim toyumu aparan, mən qonaqlarımı şənləndirən adam lazımdır. Baxam, bizim elə bəstəkar retro mahnılarımız var ki, həm də oynaq, şən oynaq mahnılar da var. Yəni məndə repertuar var ki, hamısı bəstəkar mahnılardır. Bir dənə üzr istəyirəm, 78 milyon xəstəyəm mahnısı, sizin ifa edici mahnısı, baxışı bu qədərdir. Bəs niyə bəstəkar retro mahnıları ifa eləmişsiniz? Onlar bu qədər baxılmır? Onu tamaşaçılardan soruşmaq lazımdır, bilmirəm. Çünki hər ikisini mükəmməl ifa eləmişəm. O sualın cavabını
araşdırmaq üçün bizə çoxlu vaxt lazımdır. Amma Bəli. əfsuslar olsun ki, vaxtımız azdır. Mən düşünürəm ki, Şəbnəm xanım çox səmimi cavab verdi. Bəli. Və siz nə düşünürsünüz? Məncə də səmimi cavab verdi. Çox sağ olun. Keçinlərdə sağ olun. Xoş gəlmisiniz Şəbnəm xanım. Sağ olun, çox sağ olun. Sualım belədir ki, bu yaxınlarda videolarınızın birində cangüdənlərlə gəzdiyinizi gördüm. Bizim elə sənətkarlarımız var ki, cangüdənləri yoxdur. Bunlardan biri Alim Qasımov. Bu yaxınlarda marketlərin birində Alim Qasımov mənlə bir yerdə növbə gözləyirdi. Dünyanın bir çox ölkələrində mədəni irsimiz olan muğamı dünyaya tanıdan, öz səsi ilə insanların qəlbini fəth edən Alim Qasımov bundan artıq nə etməlidir ki, cangüdənlə gəzsin? Əvvəla Alim Qasımov dəyərli ustadımız, sənətkar, mənim də müəllimim olub, gözəl insandır. Buradan salamlarımı deyirəm. Cangüdəndən gedirsə söhbət, Cangüdən orada real bir şey yox idi. Bu bir şou idi. Ha, şou idi bu. Bu bir şou idi. Bəli, mən heç yerə Cangüdəndən getmirəm. Hər yerə gedirəm. Mənim şoferim var. Yanımdakı Aytaç xanımdır, Şahanə xanımdır. Hətta mən Rusiyaya belə gedəndə tək Şahanə xanımla gedirəm. Hər şey gözəl. Yəni millətimiz bizə nə edəcək ki? Mən toya heç vaxt Cangüdənlə getmərəm. Çünki bu bir ayıbdır. Ehtiyac da yoxdur buna. Ancaq konsertlərimizdə olub. Siz dediyiniz bu, maşınla gəldim, verilişə gəlirdim, 2 xanım Cangüdən. O bir şou idi və o bizim toylikimizin fikri idi. Bir sual maraqlandırır. Bəs yaxşı, niyə xanım Cangüdənlər, niyə kişi yox? Bilmirəm, onu toylik təşkil eləmiş. Mən orada görmüşəm Mən ki... inanmışdım. Mən bilmirdim heç şou. Yox, mən orada gördüm. Siz belə düşünürsünüz ki, Cangüdən siz özünüz misal üçün o şou xarakterlikdə, düzdür? Bəli. Yəni belə normal həyatda heç vaxt. Əlbəttə, mən marketə də düşürəm. Marketə gedirsiniz. Gedirəm, düşürəm. Düyünün kilosu neçədir? İnan Allaha, qiymətləri bilmirəm. Elə alıram, qoyuram. Son kassada bilirəm ki, 100 manat, 50 manat, 200 manat. Qiymətlərə baxmısınız? Baxmıram. Varlığa nədarlıq maşallah. 15 minlik hədiyyə verirlər. Düyün qiyməti O vaxtıdır. heç də. Biz yumru düyünü gedib qonşudan götürürük. Yalancı. Doğrudan. Şəbə xanım, mənim sizə Şəbnəm xanım, maraqlıdır. mən istəyərdim bir şey dəqiqləşdirim. Bax, sabah misal üçün sal deyək də, Nicat müğənnidir və Cangüdənlə gəlib. Siz necə baxardınız ona? Toya Hara gəlib gəlib, Cangüdənlə. hara? Toya. Adama deyirlər, bala, toyda sənə neynirlər? 1-2 ay bundan əvvəl səhv eləmirəmsə Aygün Kazımova hansısa toyda çıxış eləyəndə bir kimsə yaxınlaşmışdı, mane olmuşdu Namiq Qaraçuxurlu ilə. Və son yanında Cangüdən olsaydı, Cangüdən neyniyəcəkdi? O da ağsaqqaldı da, biraz içmişdi. Nə isə demək istəyirdi qulağına. cavan oğlan idi, ağsaqqal deyil idi. Yox, mən gördüyüm biraz ağsaqqal. Cavan oğlan idi. Doğrudan. Hə, oynayırdı Oynayırdı və səhnədə, biraz bəli, mane bəli. oldu. Orada o artıq hərəkət eləmədi. Yəni narahat Məncə. eləyirdi də. Narahat eləyirdi. Onu orada qarşıda qonaqlara yaraşırdı ki, gəlib onu sakit götürüb aparardılar. Uzun sözün qısası, Cangüdənlə gəzən müğənniyə yaxşı baxmırsınız. Hərənin öz fikri var. Mən getmərəm. Yəni toya niyə Cangüdənlə gedim ki? Səni cavab qane elədi. Konsertlərdə də təbii ki, insan çoxluğuna görə İnsan məsafə çoxluğuna saxlamaq görə, üçün bəli, deyilsə, yəni məncə bəli. səmimi idi. Amma belə, yəni mən öz xalqımdan niyə qoruyum özümü, niyə qorxum? Əslində mənə daha xoşdur qızlar, gəlirlər yaxını. Amma hər zaman bəylərdən məsafə gözləmişəm ki, məsafə gözləyim. Maşallah toyları gedirsiniz, elşənlərini gedirsiniz, qazanırsınız, ayda filan qədər falan. Hansısa bir işə, bu pulu, hansısa bir işə, biznesə investisiya eləmişsiniz, bu pul qazandığınız pulları. Yalan deyərəm. Hə? Balışın altına yığırsınız? Yox, mən yığanlardan deyirəm. Yığanlardan deyil. Mən xərcləyənlərdən. Həqiqətən xərcləyənlərdənəm. Mənim sizə bir məsləhətim var. Bizim xüsusi sponsorumuz Soundrite şirkəti investisiyanı çox gözəl qəbul edir. Məsəl üçün mən, Əlixan, gələcəkdə bizim də fikirlərimiz var ki, Soundrite-a investisiya eləyək, maşınlar alaq verək, taksi parkıdır, bəli. Və oradan biz pul qazanaq, yaxşı pul qazanaq. Əziz sahibkarlar, Yangonun rəsmi partnyoru olan Soundrite şirkəti sizi əməkdaşlığa dəvət edir. Əgər işlədiyiniz taksi parkla narazıçılığınız varsa, biznesinizi risk altında hiss edirsinizsə, iş rejiminiz sizi qane etmirsə, o zaman taksi sertifikatı olan avtomobillərinizi Soundrite şirkətinə gətirin. Soundrite şirkəti sizə etibarlı sürücülər tapır, biznesinizi rahat idarə etmə sistemi təklif edir, stabil və davamlı qazanc vəd edir. Bir şeyi xüsusilə vurğulamaq istəyirəm. Soundrite şirkəti sürücülərə xüsusi diqqət yetirir. Onların daha çox qazanmasına şərait yaradır. Aktiv sürücüləri 300 manatadək bonusla mükafatlandırır. Soundrite biznesdə etibarlı tərəfdaşınızdır. Təşəkkürlər Soundrite. Rubrikaya keçirik. Rubrikamız var, bəli.
Deməli, rubrikamız nədir? Şəbnəm xanım istənilən bir mahnısını, öz mahnısı ola bilər, başqa bir mahnı da ola bilər, onu oxuyur və oxuya-oxuya bizim qonaqlar A4 vərəqdə o sözləri göstərir və Şəbnəm xanım o sözü daxil edir o mahnıya, mahnı sözlərinə və ardıcıl O baxır indi Davam qızların insafına da. Və ən vacibi, mahnı dayanmamalıdır, saxlamamalısınız, oxumalısınız. Biz rubrikaya başlamamışdan qabaq Şəbnəm xanım, mən istəyərdim bir qara qutunu yada salaq. Nə düşünürsünüz? Qiymət artdı yoxsa yox? Açırıq. Bir dənə qara qutuya qoy baxım da, yox baxmayım axıra kimi. Yox, baxma da, baxma. Nə dəyişdi orada? Qara qutuya Ancaq fikir orada deyir. 500 manatda qalmışdıq. 500 manatda qalmışıq, hə. Ne şey kostyumu var? Olmadı ki, mən Hardandır? Sigma Men, bəli. Beləcə. 500 manatda qalmışıq, düzdür? Qalmışıq da, elə orada da qalaq. Vəssalam. Artıq Onda rubrikaya başlayaq. Sevenler ölmez deyirdin, ölürüm. Bu sevda bitmez deyirdin. Şampun. Sensiz hayat dözülmezdir. Sabun. Kayıtlarım, kayıtmana pul. Sevenler ölmez deyirdin. Elihan. Sensiz hayat dözülmezdir. Güzgün. Ben bu hayattan dözülmezem. Telefonumsuz. Kayıtlarım, kayıt daha. Yeşil mi bu ne? Yeşilcan. Yeşil. Devam. Sevenler ölmez deyirdin Yeşilcan. Bu sevda bitmez deyirdin. Kaşı lokum, kaşlaksız hayat dözülmezdir. Mene, kayıt mene, tezel. Terekeme. Terekeme ne? Terekeme. Devam. Kalbim sensiz yanıp tutuşur. Ömrüm sensiz karandaşımsız. Bu neydi başım belasız. Ürey sensiz dözmür. Kleopatra dayanır ben sevmiyorum Kleopatra. Sevenler ölmez deyirdin, ölürüm. Sensiz hayat dözülmezdir pişiyim. Bu sevda dözülmezdir. Ah kanadım, sensiz hayat dözülmezdir gedirem. Bu sevda bitmez deyirdin ölürem. Sensiz hayat dözülmezdir gedirem. Bu sevda elektrikim dözürem. Ne biliriz? Xoş gəlmisiniz Şəbnəm xanım. Sağ ol canım, çox sağ ol. Şəbnəm xanım, müsahibələrinizin birində demisiniz ki, telefon və sosial şəbəkələr indiki gənc qızlarımızın, gəlinlərimizi çox körlüyüb. Onların fikirlərini, düşüncə tərzlərini dəyişir. Bəs siz qızların necə olmağını istəyirsiniz? Sizcə sizi nümunə götürə bilərik biz? Bax, bu telefon indiki gəlinləri də ailələr dağılır ha. Nə ilə bağlı gəlirlər? Yəni günah TikTokda Instagramdadır. Günah bəli sosial şəbəkədədir. Vallahi xəyanət eləyən göyərçinlə də o vaxt xəyanət eləyib yazırdı ki, mən səni sevirəm, atırdı, gözləyirdi. Orası amma indi daha çox, qardaş, indi daha çox artıb. Səbəb nədir? Sosial şəbəkədir. Səbəb də sosial şəbəkədə məsələn bir ev gəlinidir, girir baxır. Filan kəs bu geyimi geyimdi, bunu aldı, onu aldı. Mən də geyinmirəm. Mən niyə bunu geyinməməliyəm? Ya ərinə deyir ki, niyə bunu mənə də almamalısan? Mən də istəyirəm. Yəni bu balaca da olsa psixoloji qadınlarda. Xanım deyir ki, siz örnəksiniz, yəni. Sizin kimi olsunlar. Mən örnək belə deyim ki, mən özüm üçün özümə örnək ola bilərəm. Efir mədəniyyəti, efirdə bir dəfə səsimin tonunu ucaltmaram. Bir dəfə efirdə özümdən böyük sənətçiyə, sənətkara səs tonumu qaldırmaram. Hörmət, məni incitsə belə hörmətlə yanaşaram. Bəziləri elə geyimimdən mi deyim, son zamanlarda da görülür geyimlə. Bunlardan örnək götürsün.
özümü efirdə aparmağımdan örnək götürsün. Özüm özümə örnəyəm və özüm özümü necə aparım, bu mənə aiddir. Mən heç vaxt sizə deyə bilmərəm ki, sən məndən örnək götür. Bilirəm də kimlərə demişəm, yəni hər kəsə yox. O Müğənnilərə zaman aiddir siz bu dediyiniz sözləri öz elə sənət yoldaşlarınıza şamil edirsiniz. Bəzi sənət yoldaşlarıma şamil eləyirəm. Heç vaxt xanımlara, tamaşaçılara, başqa bir peşə sahiblərinə deməmişəm o sözü mən. Hətta mikrofonu tutmaq qaydası var, onu belə bilmirlər, onu demişəm. Mən düz tutdum indi. İndi siz sıravi insansınız, siz danışırsınız. Müğənnilərdən gedir söhbət, belə tuturlar. Yenə də mən sizdən öyrənirəm də. Bəlkə mən də gələcəkdə müğənni oldum. Efir adamı oldum bəlkə. Çətin sənətdir, həyatım olmaz. Səsini biz var, Yox, olmaq istəmirəm. Mən özüm başqa bir peşəyə yönlənmişəm. Bəli, çətindir. Səsimiz var Heç bir yəni. asan Mən yolu yox. dublyajla məşğulam. Maşallah, yəni incə sənətdir də. Bir dənə maraqlı bir Bakı metropoliteninin səsini çıxarda bilərəm istəsəz. Əziz Bakılılar və şəhərimizin qonaqları, Bakı metropoliteninin stansiyaları səhər saat 6-dan gecə saat 00-a dək xidmətinizdədir. Sürahidən tutun, solu keçid üçün boş saxlayın. Əlillərə, qocalara, uşaqlı qadınlara yer verin. hal-hazırda bizim burada xüsusi sponsorumuz var. Bəli, Azərbaycanın kolası olan yerli brendimiz Buz Kolanın xanımları burada da alqışlayaq. So don't you mess around with me. Yeah! Naxçıvanın soyundan hazırlanır Buz Kola. çox bəyəndim. Azərbaycanın kolasıdır, bizi yerli brendimizdir. Mən normalda kola içən deyiləm. İndi hal-hazırda aldığımız kolaların dadını, onun içindəki o şəkər, o adama nifriyyatını dad verən dad yoxdur bunda. Çox bəyəndim. Hər kəs salamlayıram. Şəbnəm xanım, əgər bir gün televiziyada bayağı mahnılara qadağa qoyulsa, sizcə bu sizin karyeranıza təsir edəcək? Xeyr, bu sualı mənə çox veriblər və mən özümdən əminəm. Çünki mən bir xanəndəliyi bitirmişəm. Bəstəkar xalq mahnılarını çox mükəmməl şəkildə öhdəsindən gələ biləcək bir ifaçıyam. Buna görə heç bir qorxum olmayıb hər zaman. Bundan qorxanlar qorxsunlar. Mən canlı ifaçıyam. Bugün mən hal-hazırda, mən tək həvəskar bəstəkarlardan oxumuram. Mən Faiq Sücədinovdan oxumuşam, mən Baba Vəziroğludan oxumuşam. Mən öz səsimə güvənərək, öz potensialıma güvənərək, mən bəlli bir səs tembrimdən və oxuduğum ifalarla mən efirlərdə olacam. Bayağı müğənnilər necə olur? Onlar kimdirlər? Bayağı müğənni Necə yoxdur, görürsünüz bayağı... Sənətçilər. Sənətçilər bayağı. Bilirsiniz, bayağı nəyə deyirlər? Bayağı bu cılız sözlərə bəzən deyirlər bayağı mahnı, amma daha çox deyirlər ki, meyxana tipli mahnılar bayağıdır. Aranjmandan çox şey asılıdır. Bəli, əlbəttə ki, kompüterlə sadəcə canlıları ora daxil etməsən, kompüterlə elektron yığsan, bunun çoxu bayağı sayılır. Şəbnəm xanım, sizdə elə bir mahnı olub ki, onu elektron kompüterlə yığıblar da, yəni mən bilmirəm. Var, bir-iki mahnılar var, amma ondan sonra mən artıq mahnılarımızı mükəmməl şəkildə Hiss var, bizim müğənni, bizim qonağımız olmuşdu. Hiss həmişə elektron vasitələrdən istifadə edirdi, yəni canlı yazmır. O bayağıdır, ondur, bayağı sayılır mı yoxsa? Yox, biraz pop, biraz bu... Onda yoxdur axı, onda 6-8 oxumur axı. Mən 6-8-dən gedir, məsəl üçün toy mahnılarından, efirdə oxuduqlarımızdan gedir. Yəni demək istədiyim odur ki, bayağı mahnının kökü aranjmandan çox şey asılıdır. Razısınız? Razıyam. Alqışlayaq xanımlar. İlk öncə hər kəs salamlayıram. Şəbnəm xanım, ad gününüzdə ölkənin bir çox tanınmış iştirak eləmişdi. Bu da o deməkdir ki, siz tək tamaşaçılar tərəfindən yox, həm də sənətçilər tərəfindən sevilirsiniz. Mənə maraqlıdır ki, ad gününüzdə ən çox pul yazılan sənətçi kim olmuşdu? Mən normalda hər il ad günü eləyən insan deyiləm. Və bu doğum günümdə də mənim məqsədim orada təbii ki, qonorar deyildi. Mənim ən çox, yəni gələn hamının orada pul söhbəti deyildi. Pul yazılan bəlli məsələdir ki, Tacir Şahmaloğlu idi. 11.000 bildik. Ondan sonra? Amma ailə dostumuz vardı, sənətdən uzaq bir insan. 10.000 olar yazılmışdı. Nə qədər? 10.000.
Yox, sənət Amma sənət adamlarından soruş. adamlarının ən çox, məsəl üçün var, Ədalət Şükürov yazılmışdı. Nə qədər yazmışdı Ədalət bəy? 2000. Manaf Ağayev 2000 yazılmışdı. Köyən Kərimova 2000 yazılmışdı. Kartı atan oldu bu. Əlbəttə Rusiyada dostlarımız var ki, kartıma 5000 də gəldi, 3000 də gəldi. 5000. Sağ olsunlar. Onda belə çıxır ki, ən çox Tacir bəy yazılmışdı da sizin Bəli. adınızda. Cavab qane elədi sənə. Bəli, çox gözəl. Sağ ol. Qonaqlarımız var, xarici ölkədən gəliblər. Doğrudan. Bu günü çox arzulayırdılar. Kim gətirib o? Shooting. What is name? Host. Host? Canan, host. How are you? Germany. How are you? Germany. From which side of Germany you come from here? In the near von Munich, in Munich. Regensburg. Regensburg. Yeah. Ah, I was. This is our TV show. It's going on our local TV. Yes. And here is Şebnem Tovuzlu. She's the most famous singer in Azerbaijan. Yeah. Qarabağın oyununa You gəliblər. come here to watch football, yes? Yes. Karabakh with. Eintracht Frankfurt. So what do you think about? İnşallah Qarabağımız qalib gələr. Bəli. I 169 people always football, 69 trying people and happy. What is cat? What cat? Özüm də. I don't understand you. He don't know English. Okay. Oh! He simulates. Yine az bilir. That's değil mi? what else. Azerbaijan, yeah? Yeah. He's almost the famous actor in Azerbaijan. Oh, He's famous actor. I'm TV. Yes. His name is Nijat. What is your name? Stefan. 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 Yes, Yeah. correctly. Das ist fantastisch. So Şabak what is Hanım your name? sözünüz yoktu mu? And Oh, while you love me, He's comedian actor. comedian actor. Yeah. Really. one time, Jack, right now. Titanic, oh. Alkışlayak qonağımızı, Thank you. qonaqlarımızı. Thank you so much. Thank you. Və mən istərdim bizim verilişimizin bu anında, bu şirin anında xüsusi sponsorumuz olan Unimetal haqqında məlumat verim. Unimetal sənaye sahəsində uğurun təsadüf olmadığını sübut edən, 30 ildən artıq fəaliyyət təcrübəsinə malik, dayanıqlı keyfiyyət standartları ilə seçilən yerli istehsal müəssisəsidir. Şirkətin illik istehsal gücü 50.000 tona qədərdir. Qafqaz regionunda boyalı metal rulon istehsalı sahəsində yeganə istehsalçı olan Unimetal müasir texnologiyalar və tam avtomatlaşdırılmış istehsal xəttləri vasitəsilə fəaliyyət göstərir və beynəlxalq ISO 9001 keyfiyyət standartlarına tam uyğun təmin edir. Unimetal ilə seçiminiz etibarlı olur. Unimetal əsl keyfiyyətin və davamlığın ünvanıdır. Salam, necəsiz, xoş gəlmisiniz. Çox sağ ol canım. Mənim sualım sizə belədir. Bu müğənnilərdən hansı karyerasını dayandırsa, Azərbaycan sənəti heç nə itirməz? Nəfəs, Zeynəb Həsənli, yoxsa Vəfa Şərifova? Nəfəs, Zeynəb Həsənli və Vəfa Şərifova. Qoy içində qalsın, nə olacaq? Kimə ziyanları var ki? Birini çıxartmaq lazımdır çünki o biraz əsəbidir. Azərbaycan şou biznesində bugün elə mükəmməl, elə önəmli sənətçilərimiz var ki, sənətkarlarımız var ki, hansı ki o olmasa Nəsə dəyişər? Dəyişər. Amma bugün adları çəkilən həmkarlarımızdan, yəni onların özü üçün zərbə ola bilər. Heç kim üçün fərq olmaz. Məncə elə öz yerlərində olsalar, öz qazanclarını qazansalar daha yaxşı olar. Getməsinlər də. İstəmirəm. Sənin şotu mən verəcəm hesabı. Vəssalam. Onda cavab vermək istəmirəm. Şəbnəm xanım bu suala cavab vermədi. Yerində Unibankın Yenə özümü desəm yaram, deyəcərəm bu Şəbnəmara gedir. Nə bilim. Sizdə kartlandı yoxsa nağd? Nağdır. Nağdır. Kart. Şəbnəm xanım hesabı ödəsin. Kənanın oturduğu masanın hesabını Şəbnəm xanım ödəyir. Bəli. Ödəyək də.
Əvvəlcə hər birinizi salamlayıram. Hər vaxtınız xeyir olsun. Şəbnəm xanım, mənim sualım belədir ki, sizin oxuduğunuz mahnılar adətən çox tez yadda qalır və əzbərlənir. Sizcə bunun səbəbi nədir? Xalqın sizin və mahnılarınıza olan sevgisi, yoxsa mahnı sözlərinizin bəsit və gündəlik ifadə olunan sözlər olması? O bəstəkardan asılıdır, gözəl sualdır. Bizim bəstəkarlarımız, yazarlarımız çoxdur. Onlar yazırlar, düzdür. Biraz tez yadda qalmağı pis bir şey deyil. Mahnı, qəliz mahnılarımız var, xalq mahnıları var, bəstəkar mahnıları var. O mahnıda özümü görürəmsə, hit olacaqsa, mən onu oxuyuram. Məsələn, Xəstəyəm mahnısı. Normalda gündəlik sözlərimizdir. Yandı bağrım kömür kimi. Bu, hər kəsin yadında qalan bir sözdür. İllərdir də mahnı ölmür. Bəxt üzüyü. Hər son zəngdə bütün tələbələr son illərdə də oxudurlar. Demək ki, mahnı sevilib yadda qalır. Amma onun sözləri bəzən bəsit sözləri var da. Onu nədənsə gənclər hər il son zənglərdə səsləndirirlər. Bəlkə yalan deyirəm? Hansı mahnı? O mənim itkin düşən bəxt üzüyüm. Görürəm ki... Amma son zəngə aidiyyat yoxdur məncə. O mənim itkin düşən bəxt üzüyüm. O mənim yol... Hər bir gəncin bir bəxt üzüyü, bir sevdiyi var da, oğlanın da, qızın da məktəb illərində. Sizcə bu mahnı bəsitdir söz olaraq? Sözlərində haradasa açıq etiraf eləyək ki, gündəlik bəsit sözlər var. Bəs nəcəb oxumusunuz? Canım mənim, mən bundan pul qazanıram. İnsanlar sevir, ona gülməliyim. Canım mənim. Mahnılarımın çoxunda asan sözlərdir, amma çox sevilir. Gəl etiraf eləyək. Onda belə başa düşə bilərik ki, siz sözlərin bəsit olduğunu qəbullanırsınız, amma deyirsiniz ki, bəsit olduğu halda sevilir. Bəli, qəbullanıram, bəli, Təşəkkürlər. Mən istəyərdim ki, biz növbəti rubrikamıza keçək. Mən sizə adlar sadalayacağam və siz də ki, deyəcəksiniz ki, o yoxsa bu. Bu müğənnilərdən biri ilə istirahətə getməyə razısınız, yəni sənət yoldaşlarına. Misal üçün, Roza Zərgərli yoxsa Nəfəs? Nəfəslə daha çox. Nəfəs. Nəfəs yoxsa Ülviyə Namazova? Ülviyə ilə. Ülviyə daha çox mırtdır. Ülviyə Namazova yoxsa Aygün Kəzimova? Ülviyə. Ülviyə yoxsa Nazənin? Nazənin xanım. Nazənin xanım yoxsa Vəfa Şərifova? Təbii ki, Nazənin xanım. Nazənin yoxsa Dilarə Kazımova? Nazənin xanım. Nazənin xanım yoxsa Mətanət Əsədova? Nazənin xanım. Nazənin yoxsa Xatirə İslam? Nazənin xanım. Nazənin yoxsa His? Nazənin xanım. Nazənin yoxsa Aynur Dadaşova? Nazənin xanım. Nazənin xanım yoxsa Nüşabə Ələskərli? Nazənin xanım. Nazənin xanım yoxsa Sibelcan? Nazənin xanım. Nazənin xanım yoxsa Tünzalə Ağayeva? Nazənin xanım. Nazənin xanım yoxsa Sevda Ələkbərzadə? Nazənin xanım. Nazənin xanım yoxsa Ennarə Xəlilova? Ennarə Xəlilovla da aramız çox yaxşıdır, amma Nazənin xanım. Nazənin xanım yoxsa Türkan Bəlizadə? Nazənin xanım. Nazənin xanım yoxsa Zeynəb Həsəni? Nazənin xanım. Nazənin xanım yoxsa Lalə Məmmədova? Nazənin xanım. Nazənin xanım yoxsa Şəbnəm Qəhrəmanova? Nazənin xanım. Nazənin xanım yoxsa Röya? Nazənin xanım. Nazənin xanım 1-0. Və bizim xüsusi sponsorumuz Sleepy'nin Şəbnəm xanıma hədiyyəsi var, buyursun. Alqışlayaq Sleepy'ni. Bəli, burada Baba Şəbnəm xanım. Çox sağ ol. Bu salfeti evdə, maşında, ofisdə, restoranlarda, mətbəxdə, başa görmüsünüz də siz? Görmüşüm. İstifadə edirsiniz bundan. Bəli, bəli. Buna Artur'un 15 qutu və bunun biz Şəbnəm xanıma təqdim edirik. 10 qutu da Artur'un. Mənim köməkçim, xahiş edirəm, zəhmət olmasa bunu qoyun ora. İlk öncə sizi salamlayıram. Səsimə görə biraz üzr sayın. Yox, çox gözəl çıxır səsin. Çox sağ olun. Instagramda 3 milyon izləyiciniz var. Bir həmcinsiniz olaraq bu qədər sevilməyiniz və uğur qazanmağınız bir xanım olaraq məni çox sevindirir. Bu 3 milyon izləyici 3 milyon insana çıxış deməkdir və bu sizin üçün böyük bir fürsətdir. Nəyə görə bir xanım olaraq bu fürsətdən istifadə edib erkən nikaha və qadına şiddətə kimi məsələlərdə fikir bildirmirsiniz? Axı sizin 3 milyonluq səhifəniz qadınların səsi ola bilər. Hə, maraqlı sual. Doğrudan. Yəni ancaq musiqi paylaşırsınız, yəni gündəlik həyatınızı falan, toy yoxsa? Mən işimi daha çox olub biz görməmişik. Özümlə bağlı həmişə paylaşımları etmişəm. Bilmirəm, olub ki, hansısa bir qadına şiddətimi, belə bir şeyləri görmüşük, sosiallaşıb və mən də öz fikrimi bildirmişəm səhifəmdə. Olub elə bir şeylər, yəni öz iradımı bildirmişəm, əlbəttə olub elə. Orada səsləndirmişəm onu və xeyrini görüblər də. Amma çox etmirəm. Çünki mən sənətçiyəm, çox etmirəm. Çünki mən daha çox öz işlərimdən bir neçə dəfə etmişəm. Bir də Şəbnəm xanım, sonuncu sual şəxsən məndəndir. Hardasa, nə vaxtsa olub belə bir şey, Amerikanın paytaxtı Avropa
Bu necə olub? Onu mən deməmişəm, onu mənə Çaşdırırlar. Orada çaşdırıb. Bu yaxından necə bəzi ifaçıları çaşdırırlar. Orada heç Ülviyyənin özünə sual verdim ki, sən bilirsən, Amerika paytaxt deyil, qitədir. O mənə qayıtdı ki, yox, onlar orada bəzi şeylər kimi o qədər kəsib qayçılayıb elə şeylər eləmişdilər orada. Güya ki, onların özləri Xuramanla Ülviyyə tam olaraq bilirdilər Amerikan paytaxtlarıdır. Mən orada zaten onlara dedim ki, qitədir, Amerika paytaxt deyil. Onlar orada onu kəsib doğramışdılar gözəl şəkildə, gündəm olsun deyə. Biraz da saytlar bizdən yazsın deyə. Məni orada elə bir təkrar elə bir şey dizdirmişdilər ki, bu çəkiliş idi də, canlı deyildi. Ona görə başa düşdünüz. Maşallah, sağ ol. Qəşəng də gündəm oldular Ülviyə də, Xuraman da sağ olun. Sağ olun. Ömür boyda bunu yadda saxladınız, insanların beyninə saldınız. Mən bilirdim ki, siz təbii ki, bunu bilirsiniz ki, Amerika Birləşmiş Ştatlardan ibarətdir və onun paytaxtı Vaşinqtondur. Bəli, o zaman da mən olmamışdım Avropada. Heç bir yerdə olmamışdım. Bəlkə də bilgim də az idi, nə yalan deyim. Yəni, o qədər məlumatım yox idi. Amma bunu elə eləmişdilər ki, çox abartmışdılar. Xoşunuza gəldi bu, nə idi, tempuralar? Bu dedici? Siz oradan bilirsiniz ki, mən hər gün olmasa da gün aşırı biraz ərincəyəm, evdən çıxmağı sevmirəm. İşim olanda gedərəm, amma işim olmayanda evi çox sevirəm. Sifariş eləyirəm, aydac, mənim üçün krevetka, ya midya nələrsə evə sifariş eləyirlər. Ən çox sevdiyim bir şeydir. Bax, bugün bunun dadını da çox sevdim. Məhz Irish Pub'da, Irish Pub by Hollywood'da bizə belə möhtəşəm bir masa açıblar, daddı. Çox gözəl. Daddı və yenə də daddı. Bəli, hamısı yedi. Hələ də qalıb. Təşəkkürlər Irish Pub, təşəkkürlər. Nicat mənə nəsə dedi ki, qara qutunu açmağa hazırlaşın. Əli uzanır o tərəfə. Gəlirik. Bir saniyə. Anlayı açmıram, hələ açmıram. Siz nə ürəksiz bilirsiniz? Nə ürəksiz xanıma oxşayıram doğrudan? Aç Nicat, aç. Ürəyimizi sıxma Nicat, ürəyin partlayır, aç dayı. Bu kişi kimdir? Rəşid əmi. Bəli. Çox istəyirəm. Rəşid əmi, bəli. Allah can sağlığı versin. Şəbəm xanım. Çox istəyirəm Rəşid əmini. Şəbnəm xanım, sizcə biz niyə Rəşid müəllimin şəklini göstərdik? Niyə? Bilmədim. Çünki bizim növbəti qonağımız Rəşid müəllimdir. Bəli. Rəşid əmidir. Mən ona Rəşid əmi deyirəm. Əziz tamaşaçılar, Rəşid bəyə olan nə suallarınız varsa bu videonun altından yazırsınız. Ən yaxşı sualları biz seçirik və verilişdə səsləndiririk. Gəlin yekunlaşdıraq. Bəli. Əziz və dəyərli dostlar, əgər veriliş boyu Şəbnəm xanım bütün suallara səmimi cavab verdisə, zəhmət olmasa göy işarələri qaldıraq. Əgər qeyri-səmimi idisə qırmızılar. Buyurun. Qalxmayın ha, ürəyinə. Yəni düşünməyin ki... Ay maşallah. Şəbnəm xanım, bir dənə qırmızı... Yox. Yoxdur, ola bilməz, mən bilməm. Mən dediyim kimi. Eşq olsun. Hamısı göy. Çox sağ olun. Orada bizdə verilişdə çox sağ olun. Çox az belə bir şeylər olur. Var olun, sağlar, çox sağ olun. Bəli, əziz tamaşaçılarımız və buradakı qonaqlarımız yenə həmişəki kimi hesabı qardaşım Nicat ödəyəcək. Bəli, bir dəfə də sonra ödədə. Yox. Həmişə də hesabı mən ödəyirəm. Bəli. Sonra verilişdən çıxandan sonra da pulu bölürük. Sən şey eləsən, mən sənə yaxşı, həll eləyərik. Əhmədin anası ölməyib ha, ödəyərəm. Görsən, dostlara bax. Unibankın post terminalı gəlsin. Zəhmət olmasa post terminal gəlsin. Əli xanım, ödə çox xahiş edirəm hesabı. Göstərmə hesabı. Kənana bax. Məli olanlardan da öyrən. Bəli. Nə qədərdir? Aydın, ya, sən. Çoxdur. Sonra mən yazacağım, bölərik. Gedən məndən gəzərik, qardaşım. Bölərik, narahat olma. Yaxşı. Çox sağ olun. Hə, Şəbəm xanım, çox sağ olun, var olun. Çox sağ olun. Gəldiniz, iştirak elədiniz. Hələlik deyirik, sağollaşmırıq. Növbəti həftə görüşürük. Görüşənədək. Sağ olun, sağlıqla qalın. Got chucks on, wings and let on. Gonna kiss myself, I'm so pretty. I'm too hot, goddamn. California's